Yüksek qan təzyiqi dedikdə adətən yaşlı insanlar ilk növbədə adamın yadına düşür. Çünki insan yaşlandıkca qan təzyiqi yüksəlir, hipertoniya və yaxud yüksək qan təzyiqi diaqnozu həmin yaşlarda tez-tez qoyulur. Amma unutmamalıyıq ki, qan təzyiqi müxtəlif yaş qruplarında, müxtəlif əhali kateqoriyalarında qeyd edilə bilər. O cümlədən uşaqlarda, o cümlədən yeniyetmələrdə, gənclərdə və əlbəttə ki, hamilələrdə. Hamiləlikdə yüksək qan təzyiqi çox ciddi məsələdir. Və hamiləlikdə adətən biz gestasyon hipertoniya deyirik, yəni hamiləliklə əlaqəli yüksək qan təzyiqi diaqnozu qoyulur bəzən və bu hansı hallarda qoyulur? Bu diaqnoz adətən hamiləliyin 20-ci həftəsindən sonra qoyulur və təzyiq mütləq qaydada 140 yuxarı rəqəm, 90 aşağı rəqəm və bundan yuxarı olmalı. Yəni 140-ın 90-a və yuxarı olduqda gestasyon, hamiləlik dövrü ilə bağlı yüksək qan təzyiqi müəyyənləşdirilir. Nə üçün çox təhlükəlidir? Çünki bu qan təzyiqinin belə yüksək olması hamiləlikdə ürəyin özünə ciddi negativ təsir göstərir. Çünki hamiləlik dövründə ürək daha böyük gərginliklə, daha böyük yüklənmə ilə çalışır. Çünki iki orqanizm üçün çalışır. Tək bir insan üçün yox, iki insanın sağlamlığı üçün çalışır. Qan təzyiqi yüksək olduqda ürəyin yüklənməsi, gərginliyi daha da artmış olur. Onun zədələnmə riski artır. Yüksək qan təzyiqinin hamiləlik dövründə qeyd edilməsi həmin hamiləliyin negativ fəsadlaşması ilə də müşahidə edilə bilər. Yəni, həmin hamilələrdə dölün çəkisi daha aşağı ola bilir. Həmin hamilələrdə vaxtından əvvəl doğuş baş verə bilər. İnsultlar baş verə bilər hamiləlik dövründə, təəssüflə qeyd etmək lazımdır. Çünki yüksək qan təzyiqi bütün qan damar sisteminə mənfi təsir göstərir. Amma bununla yanaşı biz unutmamalıyıq ki, ananın ürəyi hər iki orqanizm üçün çalışır və cift vasitəsilə dölün qanla təchizatı və qidalanması təmin olunur. Əgər ananın təzyiqi çox yüksəkdirsə, o eyni zamanda dölün qidalanmasını pozur. Cift vasitəsilə dölə qan təminatını daha da pisləşdirir. Dölün inkişafı üçün tələb olunan qida maddələrinin dölə çatmasını əhəmiyyətli dərəcədə əngəlləyir. Ona görə də hamiləlik dövründə yüksək qan təzyiqi xüsusilə 20-ci həftədən sonra ciddi şəkildə müalicə edilməlidir. Adətən təzyiq 140-ın 90 və yuxarıdırsa, həkim tərəfindən müvafiq əlavə müayinələr təyin oluna bilər və müvafiq müayinələrin nəticələrinə əsasən bəzi hallarda dərman terapiyası da başlana bilər. Yəni, yüksək qan təzyiqinə qarşı xüsusi dərmanlar var. Onların köməyi ilə qan təzyiqi hamiləlik dövründə aşağı salına bilər. Adətən təzyiq 160-ın və ya 110-dan yuxarı aşağı rəqəm olduqda bu riski daha da artırmış olur. 160-ın 110-a və daha yuxarı qan təzyiqi olan hamilələrdə insult riski xüsusilə yüksək. İlk növbədə hamiləlikdən əvvəl belə təzyiqi yüksək olanlarda, şəkərli diabeti olan qadınlarda, böyrək xəstəliyindən əziyyət çəkən qadınlarda, artıq çəkisi olan qadınlarda hamiləlik dövründə qan təzyiqinin yüksək olma ehtimalı və riski qat-qat yüksəkdir. Ona görə bundan asılı olaraq həkimlər hamiləlik təsdiq olunduqda həmin qadınların risklərindən asılı olaraq onları daha tez-tez xəstəxanada və yaxud poliklinikada təqib edəcəklər. Tez-tez müayinələrini, mütəmadiliyini və yaxud tezliyini daha da sıx-sıx edəcəklər. Ola bilsin ki, ekokardioqrafiya, elektrokardioqrafiya, əlavə müayinələr, laborator testlər tələb olunacaqdır. Amma bütün hallarda hamiləlik dövründə yüksək qan təzyiqi vaxtında aşkarlanmalı və müvafiq müalicə tədbirləri ilə və bəzi hallarda isə davranış tərzinin dəyişməsi ilə, qidalanmanın dəyişməsi ilə yüksək qan təzyiqi müalicə edilməlidir. Çox nadir hallarda əsasən də təzyiq 160-ın yuxarı, 110-un aşağı və bundan yuxarıdırsa, həmin hamilələrin hətta qısa müddətdə xəstəxanada da yatması
və müalicəsinin ilk etapda xəstəxanada, daha sonra isə ambulator qaydada ev şəraitində davam etdirilməsi ilə bax bu yüksək qan təzyiqi müalicə edilməlidir. Hamilələr yüksək qan təzyiqinin olmasını nədən duya bilərlər? İlk növbədə onlarda halsızlıq, baş ağrıları, ətraflarda şişkinlik, ürək döyüntülərinin artması, bu kimi hallar əgər varsa, mütləq qaydada həkimlə məsləhət etmək lazımdır. Düzdür, bu sadaladığım simptomlar, əlamətlər heç də yalnız yüksək qan təzyiqinə xas deyil. Amma eyni zamanda yüksək qan təzyiqinin əlamətləri ola bilər. Ona görə vaxtında və hamiləlik təsdiq olan gündən etibarən həkimin, həm mama ginekoloqun, həm terapevtin, ailə həkimin, həm kardioloqun müayinəsindən keçmək olduqca hamilələr üçün önəmlidir və mən ciddi şəkildə bunu tövsiyə edirəm.